Salam əziz balalar. Bugünkü dərsimizə başlamazdan əvvəl gəlin bir təkrarlama edək. İndi sizdən bir söz fikirləşməyi xahiş edəcəm. Məsələn, olsun günəş. Gəlin bu sözü daha da konkretləşdirək. Yəni bir söz birləşməsi yaradaq. Necə günəş? Qızmar günəş və yaxud günəşin şüaları və s. müxtəlif cür söz birləşmələri yarada bilərik. İndi gəlin bax bu söz birləşməsinə uyğun bir cümlə quraq. Daha doğrusu söz birləşməsini cümlədə işlədək. Qızmar günəş yandırıcı şüalarını yerə saçırdı. İndi bax bu cümləni mürəkkəb cümləyə çevirək. Qızmar günəş yandırıcı şüalarını yerə saçırdı. Buna görə də insanlar kölgədə dincəlməyə üstünlük verirdilər. Bugünkü dərsimizin mövzusu da söz birləşməsi və cümlə olacaq. Biz 3-cü sinifdə söz birləşməsi və cümlə haqqında öyrəndiklərimizi bir daha bugünkü dərsimizdə təkrarlayacağıq və sizinlə birlikdə bir neçə tapşırığı yerinə yetirəcəyik. Gəlin ilk tapşırığımıza başlayaq. Oxuyun, lətifədəki cümlələrlə bağlı suallara cavab verin. Atacan, mənə tütək al. Yox, tütəyin səsi məni işləməyə qoymayacaq. Söz verirəm ki, yalnız sən yatanda çalacağam. Deyə bilərsinizmi, bu lətifədə neçə cümlə var? Gəlin cümlələri sayaq. 1, 2, 3. Deməli, bu lətifədə 3 cümlə var. Hansı cümlə əmr cümləsidir? Sizcə oxuduğum cümlələrdən hansı birinin əmr cümləsi olduğunu müəyyən etdiniz? Əlbəttə ki, birinci cümlə əmr cümləsidir. Atasına ona tütək almasını əmr edir. Mətndə neçə nəqli cümlə var? Qalan 2 cümlə isə nəqli cümlədir. Nəqli cümlə müəyyən məlumat bildirən cümlədir. Hansı ki, bu cümlənin sonunda nöqtə işarəsi qoyulur. Deməli, ikinci və üçüncü cümlələr nəqli cümlələrdir. Hansı cümlə mürəkkəb cümlədir? Gəlin baxaq. Fikir versəniz, üçüncü cümlə mürəkkəb cümlədir. Burada 2 sadə cümlənin olduğunu görürük. Birinci cümlə söz verirəm, ikinci cümlə isə yalnız sən yatanda çalacağam. Deməli, 2 sadə cümlənin birləşməsindən bir mürəkkəb cümlə yaranmışdır. Üçüncü cümlə mürəkkəb cümlədir. Keçək növbəti tapşırığımıza. Uyğunluğu müəyyən edib söz birləşmələri düzəldin. Söz birləşmələrini cümlədə işlədib yazın. Gəlin baxaq, birinci sütunda verilmiş sözləri oxuyaq. Bayram, dadlı, yaz və rəngbərəng. İkinci sütuna baxaq. Fəsil, xonça, kəpənəklər, paxlava. Sizcə bayram sözünə ikinci sütundan hansı söz uyğun gəlir? Hansı sözlə birləşərək birləşmə yarada bilər? Bayram, xonçası. Dadlı, paxlava. Bayram xonçasına cümlə quraq. Anam bayram xonçası hazırladı. Dadlı, paxlava. Bayramda dadlı paxlava yedik. Yaz, yaz fəsil adıdır. Deməli, yaz fəsli olacaq. Mən yaz fəslini çox sevirəm. Rəngbərəng, kəpənəklər. Ətrafda rəngbərəng kəpənəklər uçuşurdu. İndi gəlin ikinci hissəyə baxaq. Burada da 2 sütunda sözlər verilib. Həmin sözləri uyğunlaşdıraraq söz birləşmələri yaradaq. Lakin onları cümlədə işlətməyi isə sizə həvalə edəcəyim. Vətən sözünə ikinci sütundan hansı söz uyğun gələ bilər? Bu, sevgi sözü olacaq. Vətən, sevgisi. Dəcəl, uşaq. Qalın, kitab. Dairəvi, stol. Fikir versəniz uşaqlar, vətən sevgisi birləşməsində sevgi sözünə müəyyən hissəciklər əlavə etdik. Ümumiyyətlə söz birləşmələri yaradarkən hər iki tərəfdə dayanan sözlərə müəyyən hissəciklər əlavə etmək mümkündür. Cümlələri yazmağı isə sizə həvalə edirəm. Keçək növbəti tapşırığımıza. Mürəkkəb cümlələri seçin. Uyğun bağlayıcı əlavə etməklə həmin cümlələri köçürün. Evə çatanda yağış dayanmışdı. Güclü külək davam edirdi.
Fikir versəniz uşaqlar, burada iki cümlə var. Evə çatanda yağış dayanmışdı, bir cümlə. Güclü külək davam edirdi, ikinci cümlə. Deməli, bu mürəkkəb cümlədir. Növbəti cümləni oxuyaq. Pəncərə taybatay açıldı, içəriyə soyuq hava doldu. Bu cümlənin də tərkibində iki cümlə var. Deməli, bu da mürəkkəb cümlədir. İndi gəlin, bax, bu cümlələrə bağlayıcı əlavə edək. Birinci oxuduğumuz fikirlərdə bir-biri ilə qarşılaşma əlaqəsi var idi. Qarşılaşma əlaqəsi olduqda o zaman amma, ancaq, lakin bağlayıcılarından istifadə olunur. Deməli, biz burada amma bağlayıcısından istifadə edə bilərik. Evə çatanda yağış dayanmışdı, amma güclü külək davam edirdi. İkinci cümlədə isə fikirlərin bir-birinin ardıcıl olduğunu görürük. Yəni, bir fikir digərinin davamıdır sanki. Pəncərə taybatay açıldı və içəriyə soyuq hava daxil oldu. Bu zaman biz və bağlayıcısından istifadə etdik. Növbəti cümləni oxuyaq. Dərsdən sonra Salih, Vüqar, Rauf idman klubuna getdilər. Bu cümlənin tərkibində yalnız bir cümlə var. Yəni, bu mürəkkəb cümlə deyil. Şəhid atası abidənin önündə Vüqarla dayanmışdı. Eynilə bu cümlədə bir cümlədən ibarətdir. Mürəkkəb cümlə deyil. Qələbəyə çox sevinirdik. Zəhmətimiz hədər getməmişdi. Bax, bu cümlədə isə sanki bir cümlə səbəb, digəri isə onun nəticəsidir. Belə olduğu halda isə biz çünki bağlayıcısından istifadə edirdik, əgər xatırlayırsınızsa. Deməli, bu da mürəkkəb cümlədir. Çünki tərkibində iki cümlə var və çünki bağlayıcısından da istifadə etdikdə o zaman mürəkkəb cümləmiz belə olacaq. Qələbəyə çox sevinirdik, çünki zəhmətimiz hədər getməmişdi. Keçək növbəti tapşırığımıza. Cümlələri tamamlayıb köçürün. Çox maraqlı oyun gedir. Amma bağlayıcısı varsa, deməli, növbəti fikir qarşılaşdırılmış fikir olacaq. Deməli, belə ola bilər. Çox maraqlı oyun gedir, amma mən evə qayıtmalıyam. Çünki bugün hava soyuq idi. Çünki bağlayıcısı səbəb-nəticə əlaqəsi yaradır. Deməli, burada cümlələrdən biri səbəb, digəri nəticə olmalıdır. Bugün hava soyuq idi. Mən qalın geyindim. Niyə qalın geyindim? Çünki hava soyuq idi. Və Adil atasını köməyə çağırdı. Adilin bacısı yıxıldı və Adil atasını köməyə çağırdı. Burada isə hadisələr biri digərinin davamı olaraq verilir. Ona görə də və bağlayıcısından istifadə olunur. İkinci hadisə birincinin davamı olaraq verilməlidir. Dördüncü cümləyə baxaq. Həkim bir qədər gec gəldi. Həkimin gec gəlməsinə səbəb nə idi? Çünki yolda tıxac var idi. Sonuncu cümləmizə baxaq. Ona görə də uşaqlar əsgərlərə təşəkkür etdilər. Uşaqların əsgərlərə təşəkkür etməsinin səbəb nə ola bilər? Əsgərlər məktəbə gəlmişdilər, ona görə də uşaqlar əsgərlərə təşəkkür etdilər. Bax, belə uşaqlar, bugünkü dərsimizdə biz söz birləşməsi və cümlə ilə bağlı öyrəndiklərimizi bir daha xatırladıq və bir çox tapşırıqlar yerinə yetirdik. Sağ olun, salamat qalın. Növbəti dərsdə görüşərik. Salam əziz balalar. Bugünkü dərsimizdə biz yenə də söz birləşməsi və cümlə ilə bağlı öyrəndiklərimizi tətbiq edərək bir neçə tapşırığı birlikdə yerinə yetirməyə çalışacağıq. Əvvəlcə gəlin A tapşırığına baxaq. Şəklə bax, söz birləşmələri və cümlələr qurub yaz.
Bu tapşırığı yazmağı sizə həvalə edəcəyəm. Şəklə diqqətlə baxın. Nə görürsünüz uşaqlar? Bura meyvə bağıdır. Çoxlu meyvələr var, meyvə ağacları var. Uşaqlar həvəslə meyvələri yeşiklərə doldururlar. Kimisi meyvəni dərir, kimisi yeşiklərə yığır, kimisi isə meyvə ilə dolu yeşikləri maşınlara yükləyir. Şəkildə gördüklərinizi ümumiləşdirib bir neçə söz birləşməsi və cümlələr qurub yazarsınız. Keçək növbəti tapşırığımıza. Mürəkkəb cümlələri seç. Gəlin cümlələri bir-bir oxuyaq və mürəkkəb cümlənin nə olduğunu xatırlayaraq bir daha mürəkkəb cümlələri müəyyən edək. Yağış yağırdı, lakin biz gəzintimizi yarımçıq qoymadıq. Gəlin baxaq uşaqlar, bu cümlənin daxilində iki cümlə mövcuddur. Birinci, yağış yağırdı. İkinci, biz gəzintimizi yarımçıq qoymadıq. Deməli, bu cümlə mürəkkəb cümlədir. Çünki biz qeyd etmişdik ki, tərkibində iki və daha çox cümlədən ibarət cümlələr mürəkkəb cümlələr adlanır. Bizim evin qarşısında böyük bir bağ var. Bir cümlədən ibarətdir. Deməli, bu mürəkkəb deyil. Hər bazar günü ailəmizlə birlikdə parkda gəzintiyə çıxırdıq. Bu cümlə də mürəkkəb cümlə hesab oluna bilməz. Çünki bir cümlədən ibarətdir. Hava çox isti idi. Ona görə də biz çimərliyə getməyə qərar verdik. Birinci, hava isti idi. İkinci cümlə, biz çimərliyə getməyə qərar verdik. Bax, bu iki cümlə verilmiş cümlənin mürəkkəb olduğundan xəbər verir. Hər kəs öz fikrini bildirdi, lakin qərar vermək biraz vaxt aldı. Birinci cümlə, hər kəs öz fikrini bildirdi. İkinci cümlə, qərar vermək vaxt aldı. Bax, bu iki cümlə verilmiş cümlənin mürəkkəb olduğunu göstərir. Atam işdən evə gələndə biz artıq naharı hazırlamışdıq. Bu cümlə sadə cümlədir, yəni biz bunu mürəkkəb cümlə adlandıra bilmərik. Axşam yeməyini hazırlayırdıq, amma elektrik kəsildiyi üçün işimizi dayandırmalı olduq. Bax, bu cümlənin də tərkibində iki cümlənin olduğunu görürük. Deməli, verilmiş cümlə mürəkkəb cümlə olacaqdır. Keçək növbəti tapşırığımıza. Bağlacıdan asılı olaraq fikri tamamlamaqla mürəkkəb cümlə yarat. İşıqlar söndü və əgər yadınızdadırsa və bağlayıcısı işlənən mürəkkəb cümlələrdə fikirlərdən biri digərinin davamı olur. Deməli, işıqlar söndükdən sonra nə baş verə bilər? Həmin cümləni buraya əlavə edə bilərik. İşıqlar söndü və kompüterdəki işlərimiz yarımçıq qaldı. İşıqlar söndü, amma bağlayıcı isə fikirləri qarşılaşdırır. Sizcə, işıqların sönməsi fikri ilə qarşıt olan fikir nə ola bilər? İşıqlar söndü, amma küçədəki fənərlər hələ də yanırdı. İşıqlar söndü, çünki işıqların sönməyinə səbəb nə ola bilər? Çünki bağlayıcısı burada cümlələrin birinin səbəb, digərinin nəticə olduğunu xəbər verir. İşıqların sönməsinin səbəbi yaxınlıqda qəzanın baş verməsi idi. Bax, belə uşaqlar, bugünkü dərsimizdə biz bir daha söz birləşməsi və cümlə ilə bağlı bildiklərimizi təkrarladıq. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.